Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif namazı riyaziyyat qiymətləndirmə ikinci hissədəki tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 77-dəyik. Bu bölmənin sonuna gəldik, çatdıq və bu bölmədə keçdiklərimizə aid ümumiləşdirici tapşırıqlar var. 1-ə baxırıq. Deyir, boş xanalara uyğun ədədləri tapın. Cavab metrlə verib, metrlə, ikisi də metrləndir, onsuz da toplayırıq sadəcə olaraq. Tamın üstünə gəlirik, 0-ı 300-ün üstünə gəlirik, 302-nin üstünə gəlirik, 302 olaraq qalır. 3 də onluq kəsir, yəni kəsir hissədə yazılır. 302 tam onda 3, bu virgül yaxşı olmadı. Burada isə biri günlə verilib, əvvəlcə onu saata çevirərik, çünki cavabda görürük saatdan istəyir bizdən. Bir gün 24 saatdır. 24-ün 4-də 3 hissəsini tapmaq üçün 4-ə bölüb 3-ə vururuq. 4-ə böləndə 6, 3-ə vuranda 18. 18-in də üstündən 9 gələndə 27 eləyir. 3-ə baxırıq. Bunu qrama çevirməliyik. 1 kiloqram 1000 qramdır. 1000-in 8-i 3 hissəsini tapmaq üçün 8-ə bölüb 3-ə vururuq. 1000-i 8-ə böləndə 125 eləyir. 125-i 3-ə vuraq. 15 bir yadda 7, 375 qram elədi. Digərində millilitrə çevirməliyik. Bunu millilitrə çevirsək 4200 eləyir. 4200-dən 1450-ni çıxmalıyıq. Çıxaq. 0, 10-dan 5, 5, 11-dən 4, 7, 3-dən 1, 2. 2750 millilitr. 2-yə keçək. Müqayisə edin deyir. Toplayaq 855 ilə 645-i toplayanda 11 yadda, yine 11 yadda, 14 bir yadda 15, 1500 qram elədi. Burada da 1500 qram yazılıb. Deməli bunlar bərabərdir. Burada 13 kiloqramdan 9700 qram çıxmaq üçün 13 kiloqramı qrama çevirərik 13000. Bundan çıxarıq 9700-ü. 0, 0, ondan 7, 3, 12-dən 9, 3. 3300 qram böyükdür 3025 qramdan. 3-ə baxaq. Şəkildə göstərilən CNF EF kvadratının perimetri, yəni söhbət bundan gedir, 32-dir. ABCD kvadratının perimetri isə 60-dır. BMNC düzbucaqlının perimetrini tapın. Deməli, bu ikisi kvadratlı mavi və yaşıl olanlar və mavinin perimetri 32-dirsə, bir tərəfini tapmaq üçün, məsələn, EF-ni, EF bərabərdir. 32 bölünsün 4-ə, o da eləyir 8. Yaşıl kvadratın bir tərəfini tapmaq üçün, məsələn, BC yazaq, bərabərdir. Perimetri 60-dır, 60-ı 4-ə bölürük, eləyir 15. Deməli, bura 15-dir. Burada 8-dir. Artıq bu düzbucaqlının tərəflərini tapdıq. Bizə lazım olan düzbucaqlının. İndi onun perimetrini tapa bilərik. Perimetr bərabərdir 2 vurulsun. 8 üstə gəl 15-ə. 8-in üstünə 15 gələndə 23 eləyir. 23-ü 2-yə vuranda 46 eləyir. 4-ə baxaq. Birinci yeşikdə 12,7 kiloqram. İkinci yeşikdə bundan 2,5-də 3 kiloqram çox armud var. 2 yeşikdə cəmi nə qədər armud var? İkincidə bundan çoxdursa, çox deyəndə toplayırıq. Toplaya bilmək üçün 12,7-ni də qaşıq ədəd şəklində göstərərik ki, toplaya bilək. 12,7 üstə gəl 2,5-də 3. Burada məxrəclər fərqlidir. Bərabərləşdirərik əvvəlcə. 12,7 üstə gəl 2 tam. Bunun məxrəcini 10 eləmək üçün 2-yə vururuq. Ona görə sürəti də 2-yə vururuq. Yəni 3-ü. Bu da eləyir 6. İndi bunları toplaya bilərik. 12-dən 2-ni toplayırıq 14. Məxrəc olduğu kimi qalır 10. 7-dən də 6-nı toplayırıq 13. Bu ikinci yeşikdə olandır. Bizdən 2 yeşikdə cəmi nə qədər armud var soruşur. Birinci yeşikdə 12,7 idi. Bunları isə onluq kəsirinə yaza bilərik. 12,7 üstə gəl 14,3-ü də bu cür yazırıq. Bilirik ki 14,13 daha doğrusu. Və bunları toplayaq. 3, 8, 26 tam %83 kiloqram
Armud var 2 yeşikdə birlikdə. 5'e baxırıq. Birinci düzbucaqlının tərəfləri 24 sm və 18 sm-dir. İkinci düzbucaqlının sahəsi birinci düzbucaqlının sahəsindən 3 dəfə kiçikdir. İkinci düzbucaqlının eni 9 sm olarsa uzunluğunu tapın. Biz birinci düzbucaqlının sahəsini tapa bilərik. Tərəflərin verib 24 və 18 sahəni tapanda vururuq. 8 4 32 3 yadda, 8 2 16 3 də yadda 19. 1 4'e 4, 1 2'ye 2. Toplayırıq 2 13 432. İkinci düzbucaqlının sahəsi də bundan deyir 3 dəfə kiçikdir. Deməli bunu 3'ə böləcəyik. İkinci düzbucaqlının sahəsini tapacaq. 4'ün içində 3 bir dəfə, 13'ün içində 4 dəfə, 12'nin içində 4 dəfə. Deməli ikinci düzbucaqlının sahəsi 144'dür və enin də verib 9'dur. Sahə dedik ki, enin uzunluğun hasilidir. Deməli hasil 144'dürsə, en də 4'dürsə, bölərək, daha doğrusu 9'dursa, bölərək uzunluğunu tapacaq. 14-cü də bir dəfə, 54-cü də 6 dəfə. Deməli uzunluğu da 16 sm-dir. 6'ya baxaq. Tutumu 500 litr olan çəndə 375 litr su var. Çəndən 32 litrlik bidonu 8 dəfə su ilə tam doldurub götürdülər. Tam dolması üçün çənə neçə litr su tökmək lazımdır? Deməli 32 litrlik bidonu 8 dəfə doldurub götürdülər çəndən. 32'ni 8'e vuruq, görək nə qədər su götürüblər. 16, 25, 256 litr su götürüblər. 375 var idi. Bunu da 256'sını götürüblər. 375'dən 256'ını çıxırıq. Tapırıq ki, nə qədər su qaldı. 15'dən 6, 9, 6'dan 5, 1, 3'dən 2, 1. Deməli 119 litr qaldı. İndi deyir tam dolması üçün tutumu 500 idi. 500 olması üçün soruşur. Nə qədər lazımdır? 119 varsa 500'dən 119'unu çıxaraq tapacaq. 1, 8, 3, 381 litr su tökmək lazımdır. 7'yə baxaq. Şəkildə göstərilən düzbucaqlı paralelipipeddə C4'də 3, A, B 8'də 5C'dir. A 32 cm olarsa paralelipipedin həcmini tapın. A-nı verib bizə 32'dir. C'ni tapmaq üçün C deyir 4'də 3 A-ya bərabərdir. 32'nin 4'də 3'ünü tapacaq. C bərabərdir. 32 bölünsün 4 vurulsun 3. Böləndə 4'də 8, 3'ə vuranda 24. B-ni tapmaq üçün B də deyir C-nin 8'də 5'inə bərabərdir. 24'ü 8'ə bölüb 5'ə vuracaq. Böləndə 3, vuranda 15. İndi həcmi tapa bilərik. Bu üçünü də bir-birinə vurmalıyıq. 24, 15 və 32. Bərabərdir. Kənarda vuraq. Əvvəlcə 24'ü 15'e vuraq. 20 kağıtda 10 kağıtda 12 24 toplayaq. 360 360'ı da vuraq 32'ye. 0 12 6 720 0 18 10 toplayaq. 11.520 kub santimetr. İndi 8'e baxaq. Aralarındakı məsafə 620 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya mini avtomobili və avtobus yola düşdü. Mini avtomobilinin sürəti 108 km/saat, avtobusun sürəti isə bunun 4'də 3 hissəsi qədərdir. 3 saatdan sonra avtobus ilə mini avtomobili arasında qalan məsafə neçə kilometr olacaq? Mini avtomobilinin sürətini veribdir. 108'dir. Avtobusun sürətini tapaq. Deyir bunun 4'də 3 hissəsi qədərdir. 108'i 4'ə bölüb 3'ə vurarıq. 4'ə böləndə 27. 27'ni 3'ə vuranda 81. Bu da ikincinin sürətidir. Hər ikisinin sürətini biliriksə və 3 saatdan sonra soruşursa sürətlərini toplayıb 3'ə vurarıq ki 3 saata bunlar nə qədər yol gedəcəklər. Biri 81, biri 108 və bunda vuruq 3'ə. Toplayanda 9, 8, 198, 189 və bunda 3'ə vuranda 27 2 yadda, 26 2 yadda, 567. Yol isə 620 idi. Bunlar 567 gedibsə, bunu da çıxırıb tapırıq ki, nə qədər yol qalır.
bərabərdir. Ondan 7, 3. 11-dən 6, 5. 5. 53 kilometr qalacaq deməli. Keçək 9-a. Bərabərliyinin doğru olması üçün boşxanaya uyğun ədədi müəyyən edin. Əvvəlcə bunları dəqiqəyə çevirərik. 1 saat 60-dır. 60-ın 4-də 3 hissəsini tapıb üzərinə də 32 gələcək. Böl 4 vur 3, üstə gəl 32. 60-ı 4-ə bölsək 1, 5, 15. 15-i 3-ə vursaq 45. 45-in üstə 32 gəlsək 77. İndi bunu tapaq. 60 böl 3 vur 2 üstə gəl 13. 63'e bölündə 20, 22'ye vuranda 40, 40'ın üstüne 13 gəldi 53. İndi isə buradakı dəqiqə çıxılanın yerindədir. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Yəni 77-dən 53'ü çıxırıq. Bu da bərabərdir 24 dəqiqə. Ona baxaq. Qəsəbə ilə şəhər arasındakı məsafə 670 kilometrdir. Turist sürəti 84 km/saat olan avtobusla şəhərə getmiş. Şəhərdən qəsəbəyə isə sürəti 96 km/saat olan mini avtomobili ilə geri qayıtmışdı. Turist neçə saat yolda olmuşdu? Deməli, yolun uzunluğu 672-dir. Yolun uzunluğunu verib, sürətini verib. Deməli, biz saatı tapmaq üçün böləcəyik. Yolun uzunluğunu bölürük sürətinə 84-ə. Bu gedərkən olan sürətidir. Gedərkən neçə saata gedib onu tapacaq. Bu da neçə dəfə düşər? 8 dəfə. Bu gedərkən yolda olduğu vaxtı. İndi qayıdarkən yenə yolun uzunluğu 672-dir. Bu dəfə 96 km/saat sürətlə geri qayıdıb. Bölürük 96-ya. Bu da düşər. Deməli 7 dəfə. Yox, hətta 7 dəfə. Aha. Deməli 8 saat gedəndə, qaydanda da 7 saat yolda olub. Bunları toplayıb tapırıq ki, cəmi 15 saat yolda olub. Keçirik səhifə 79-a. Birdə deyir, boşxanalara uyğun ədədləri tapın. 123-ün üstünə 0-dan %25 gəlməliyik. İkisi də kiloqramdır, heç nəyə çevirmirik. 123-dan %25 eləyir. Burada bunu hər ikisini millilitrə çevirsək, birincisi olur 12.500. Bundan da çıxmalı 8-də 5 litr. Mini 8-ə böləndə 125 edir. 125-i 5-ə vuranda deməli 25 2 yadda 12 1 yadda 5 1 yadda 625 eləyir. Ondan 5 çıxanda 5. Burada 9 qalıb. 9-dan 2 çıxanda 7. Burada 4 qalıb. 14-dən 6 çıxanda 8. Burada da 11 qalıb. 11.875 millilitr. Burada dəqiqəyə çevirərik. 60'ı bölərik 3'ə vurarıq 2'yə. Üzərinə də 44 gəlməliyik. 60'ı 3'ə böləndə 20. 20'ni 2'yə vuranda 40. 40'ın üstünə 44. 84. İndi 84'dən də 37 çıxmalıyıq. 14'dən 7 7. 7'dən 3 4. 47 dəqiqə elədi. Burada isə metrdən soruşur. Bunu metrə çevirsək 1 kilometr min olduğuna görə minin 20'də 3'ünü tapırıq. 20'yə bölürük. 3'ə vururuq. 20'yə böləndə 50. 50'ni 3'ə vuranda 150. 150'nin də üstünə 8 tam %75 gələndə 158 tam %75 eləyəcək. Keçirik 2'yə. Müqayisə edin. Bunları toplasaq 725 ilə 395'i. Görək neçə eləyir. 11 yadda. 11 1 yadda 12. 11 yadda 11. 1120. Burada isə 1170'dir. 1120 kiçikdir 1170'dən. 2'də 1 kilometr. Yəni minin 2'də 1'i yarısı 500 eləyir. 500'dən 385 çıxsaq neçə qalır? 10'dan 5 5. 9'dan 8 1. 4'dən 3 1. 115 eləyir. 115 kiçikdir 125'dən. 3'ə baxırıq. Şəkildə göstərilən NCK bərabər tərəfli üçbucağının perimetri 27'dir. BMNC düzbucaqlının perimetri isə 48 cm-dir. ABCD kvadratının perimetrini tapın.
Deməli, bizə birinci buranın perimetrini verir və deyir bərabər tərəflidir. Ona görə bir tərəfini tapa bilərik. Bir tərəfini tapmaq üçün, məsələn, NC bərabərdir 27 bölünsün 3. Bu eləyir 9. Və diqqət edirik, burada desimetrdən verib, burada santimetrdən verib. Yəqin ki, səhv yazılıbdır, alınmaz çünki bunu biz santimetrə çevirsək 90 santimetrdirsə bura, bunun perimetri 48 santimetr olması mümkün deyil. Yəqin ki, burada yanlışlıq var. Burada santimetr ilə olmalıdır burada da. İndi isə biz bunun uzunluğunu tapacaq. 9 həm də bunun enidir və perimetrini də verib 48-dir. Əvvəlcə perimetri 2-yə bölürük. 48 böl 2 bərabərdir 24-dən. Yəni n ilə uzunluğun cəmi 24-dür. N də 9-dursa 24-dən 9-unu çıxırıq. Bu eləyir 15. Bu BC-ni tapdıq biz. BC. Yəni bu kvadratın bir tərəfini tapdıqsa artıq perimetrini tapa bilərik. Bir tərəfi 15-dirsə perimetrini tapmaq üçün 4-ə vururduq. Bu da eləyir 60 santimetr. 4-ə baxırıq. Birinci qazanda 31,8 litr. İkinci qazanda isə bundan 2,7 litr az su var. 2 qazanda cəmi nə qədər su var? Əvvəlcə ikinci qazanı taparıq. Birincidə 31,8-dir. İkincidə bundan azdırsa çıxırıq. Bunu onluq kəsir şəklində yaza bilərik. 2,7 bu cür yazılır və çıxırıq. 8-dən 7 1, 31-dən də 2 çıxanda 29. Deməli, ikincidə 29,1 litr su var və 2 qazanda soruşur cəmi nə qədərdir? Birincidə 31,8 idi. Üzərinə gəlirik, ikincidə olanı 29,1. Toplayaq 9, 0, 6, 60,9 litr su var deməli cəmi. 5-ə baxırıq. Uzunluğu 17 cm olan düzbucaqlının sahəsi perimetri 52 cm olan kvadratın sahəsindən 33 kvadrat santimetr kiçikdir. Düzbucaqlının perimetrini tapın. Biz əvvəlcə kvadratın tərəfini tapacaq. Deyir perimetri 52 olan kvadratın sahəsinə. Kvadratın tərəfini tapmaq üçün perimetri 52-dirsə 52-ni bölürük 4-ə. Bu eləyir 13. İndi isə kvadratın sahəsini də tapmalıyıq. Çünki deyir kvadratın sahəsindən kiçikdir. Ona görə biz kvadratın sahəsini tapmalıyıq. Kvadratın tərəfi 13-dürsə 13-ü 13-ə vururuq sahəsini tapmaq üçün. Bu eləyir 169. Bu kvadratın sahəsidir. İndi bizə demişdi düzbucaqlının sahəsi bunun sahəsindən 33 kiçikdir. 169-dan da 33-ü çıxırıq. Düzbucaqlının sahəsini tapırıq. 6, 3, 1. 136 da düzbucaqlının sahəsidir. Və uzunluğun veribdir 17-dir. İndi biz düzbucaqlının enini taparıq. 136-nı, yəni B bərabərdir. 136 bölünsün 17-yə. Bu da düşür 8 dəfə. İndi isə perimetrini tapa bilərik. Perimetr bərabərdir. 2 vurulsun. Eni 8-dir, uzunluğu da 17-dir. Toplayırıq bunları. 8 ilə 17 toplayanda 25, 25-də 2-yə vurarıq. 50. Deməli, düzbucaqlının perimetri 50 santimetrdir. Keçirik səhifə 80-ə. 6-ya baxırıq. Bağdan 180 kiloqram alma və bundan 4 dəfə çox şaftalı yığdılar. Yığılan şaftalının sahəsi, yığılan şaftalının 4də 3 hissəsini hər birində 9 kiloqram olmaqla yeşiklərə yığdılar. Neçə yeşik lazım oldu? Əvvəlcə nə qədər şaftalı yığıblar onu tapaq. Deyir 180 kiloqram alma, bundan 4 dəfə çox şaftalı. 4 dəfə çox deyirsə 4-ə vururuq. 32, 3 yadda 4, 720 kiloqram deməli şaftalı yığıblar. İndi yığılan şaftalının 4də 3 hissəsini tapmalıyıq deməli. 720 bölünsün 4 vurulsun 3. 4-ə böləndə deməli 1 dəfə 8 dəfə 180. 180-i 3-ə vuranda 540 eləyir. İndi deyir bunu, yəni 540 kiloqramı hər birində 9 kiloqram olan yeşiklərə yığdılarsa 540-ı da 9 bölürük. Yəni 9-a bölürük. Bu da eləyir 60. Deməli 60 yeşik lazım oldu. 7-yə baxırıq. Şəkildə göstərilən düzbucaqlı paralelipipeddə A3-dəki C, B9-da 4A və C 27 cm olarsa düzbucaqlı paralelipipedin həcmini tapın. Bizə C-ni veribdir. 27-dir. Ona əsasən A-nı tapa bilərik.
A C-nin 3/2-sinə bərabərdirsə 27-nin 3/2-sini tapırıq. 3-ə bölüb 2-yə vururuq. 3-ə bölünə 9, 2-yə vuran 18. İndi B-ni tapa bilərik. B də A-nın 9-a 4-nə bərabərdirsə 18-in 9-a 4-ünü tapmaq üçün 9-a bölüb 4-ə vururuq. 9-a bölündə 2, 2-ni 4-ə vuranda 8. Artıq həcmi tapa bilərik. C 27 idi. Vurulsun 18, vurulsun 8. Deməli 27 vurulsun 18, 8-ə vurarıq əvvəlcə, daha asan olsun. 64 6 yadda, 8 6 da yadda, 144. İndi bunda 27-yə vuraq kənarda. 144 vurulsun 27. 28 2 yadda, 28 2 yadda, 33 yadda, 7 3 yadda, 10. 8 8 2 toplayırıq. 8 8 8 3. 3888 kub santimetr. Sonra burada 144 oxşamır. Bunu tezdən yazın, fikrim qaldı burada. Burada 144 olur. İndi isə 8-ə keçə bilərik. Motosikletçi kənddən şəhərə 40 km/saat sürətlə 6 saata getdi. O geri qayıdarkən sürətini 20 km/saat artırdı. Motosikletçi şəhərdən kəndə neçə saata qayıtdı? Deyir, kənddən şəhərə 40 km/saat sürətlə 6 saata getdisə, 40-ı 6-ya vurub tapırıq ki, nə qədər yol getdim? 240. Deməli, yolun uzunluğu 240 km-dir. Deyir, geri qayıdarkən sürətini 20 km/saat artırdı. Yəni 40 idisə sürəti 20 km artırdısa, toplayırıq, tapırıq ki, 60 km/saat oldu sürəti. Və deyir, neçə saata getdi, qayıtdım. Yolun uzunluğu 240-dırsa, bunda sürəti 60-dırsa, saatı da tapmaq üçün böləcəyik, 240-ı 60-a böləcəyik, deməli 4 saata qayıtdı. 9-a baxırıq. Bərabərliyinin doğru olması üçün boşxanaya uyğun ədədi müəyyən edin. Dəqiqəyə çevirək. 60-ın 10-da 2 hissəsini tapaq. 12-də 11 daha doğrusu hissəsini 12-yə bölüb 11-ə vururuq. Üstünə də 17-ni gəlməliyik. 60-ı 12-yə böləndə 5 eləyir. 5-i 11-ə vuranda 55 eləyir. 55-in üstünə 17 gələndə 72 eləyir. İndi bu hissəni tapaq. 60-ı 10-a bölüb 9-a vuracaq. Üzərinə də gələcək 49-u. 60-ı 10-a böləndə 6, 6-nı 9-a vuranda 54, 54-ün üstünə 49 gələk. 13 bir yadda, 9 bir də yadda 10, 103. İndi biz burada məchul toplananı tapmalıyıqsa, cəmdən məlum toplananı çıxırıq. 103 çıx 72. 3-dən 2, 1, ondan 7, 3, 31 dəqiqə deməli olmalıdır boşxanada. Və son məsələyə baxaq. Aralarındakı məsafə 712 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 avtobus yola düşdü. Avtobuslardan biri 86 km/saat sürətlə hərəkət edərək görüşənə qədər 344 km yol getdi. İkinci avtobusun sürətini tapın. Deməli, biz buna əsasən avtobusların nə qədər neçə saat yolda olduğunu tapacağıq. 344 km yolu 86 km/saat sürətlə gedibsə, bunu 86-ya bölüb neçə saat yol gedib onu tapacağıq. Bu da düşür 4 dəfə. Deməli 4 saat yolda olublar. Deməli yolun qalanını da 712 yol idi. Görüşüblərsə artıq bir-birinə çatıblar. 344-ün bir maşın gedibsə, qalanını da digəri gedib avtobus. Bundan əvvəlcə 344-ü çıxırıq. Görək digər avtobus nə qədər yol gedib. 12-dən 4 8, ondan 4 6, 6-dan 3 3. 368 km yol gedib və o da 4 saat yol gedib. 368-i də deməli 4-ə bölüb həmin avtobusun sürətini tapırıq. Deməli 92 km saat. Bəli, bu da son məsələmiz idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.